Bakının Sabunçu rayonunda 1996-cı il təvəllüdlü Ayxan qısqanclıq zəminində həyat yoldaşı Şahnazı qətlə yetirib. Telegrafın əldə etdiyi məlumata görə ötən il aprelin 28-də saat 12 radələrində o Şahnazın yataq otağının qapısından pilləkənində WhatsApp-la bir kişi ilə görüntülü danışdığını görüb. Arvadının əvvəllər bir neçə dəfə başqa şəxslərlə əlaqəsi olduğunu aşkar etdiyindən hiddətlənərək telefonu onun əlindən alıb və başına vurub. Sonra mətbəxdən götürdüyü bıçağın dəstəyi ilə qadının təpə nahiyəsinə zərbələr endirib. Mayın 5-də saat 13:30-da evə gələndə arvadının yataq otağında WhatsApp-da Əmrah adlı şəxslə intim yazışmalarını görüb, o arvadının xəyanətini etməsini əmin olub və onu öldürmək qərarına gəlib. Qadını yerə yıxaraq, əlləri ilə boğaraq öldürüb. İstintaq orqanı tərəfindən Ayxanın barəsində Cinayət Məcəlləsinin 120.1 qəsdən adam öldürmə və 128 qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Ayxan ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. İfadəsində göstərib ki, təxminən 2019-cu ildə Şahnazla Tovuz rayonunda tanış olub, qeyri-rəsmi ailə həyatı qurublar. 2020-ci ilin əvvəllərində isə rəsmi nikaha girdik. Həmin evlilikdən 2 övladımız var. Ailə həyatı qurduqdan 2 ay Tovuz rayonunda yaşadıq. Sonra Bakı şəhərinə köçüb Sabunçu qəsəbəsi ərazisində kirayədə qaldıq. Bakıda qardaşımla müxtəlif yerlərdə usta köməkçisi işləyirdim deyə o ifadəsində göstərib. Ayxanın sözlərinə görə 2021-ci ilin yay aylarında ailə üzvləri ilə Rusiyanın Perm şəhərinə gedib, orada ticarətlə məşğul olub. 2021-ci ilin təxminən noyabr ayından etibarən isə yenidən Bakıya qayıtdıq. Ailə həyatı qurandan Şahnaz heç bir yerdə işləməyib, ev işləri ilə məşğul olub. 2024-cü ilin yanvar ayının sonlarına dək münasibətlərimiz çox yaxşı idi. 2024-cü ilin yanvar ayının sonlarında Şahnazın bacısı Aydan və qardaşı Elmar bizə qonaq gəldi. Gecə saatlarına kimi birlikdə vaxt keçirdik. Təxminən gecə saat 1 radələrində evin arxasında olan ayaq yoluna getmək istəyəndə Şahnazın orada kiminləsə yazışdığını gördüm. O, məni görən kimi dayandı. Ondan gecə vaxtı kiminlə yazışdığını soruşdum. Qonşuda ev əşyaları satan Xuraman adlı qadınla yazışdığını, ondan nisiyə mal götürdüyünü, malın pulunu istədiyini dedim. Ondan dəfələrlə telefonu istədim, imtina edərək cihazı söndürdü. Telefonu ondan alıb evə keçdim. Şahnaz da arxamca gəldi, telefonu əlimdən qapdı və mətbəxdə olan bacısının yanına getdi. Sonra telefonu işə saldı, WhatsApp-ı sildi deyə o ifadəsinə əlavə edib. Təqsirləndirilən şəxsin bildirdiyinə görə Şahnazdan nə üçün WhatsApp-ı sildiyini soruşduqda o yanlışlıqla əlindən toxunduğunu deyib. Şahnazın istifadə etdiyi, amma öz adıma olan nömrələri telefondan çıxararaq sındırdım. Cihazı özünə qaytardım. Şahnaz telefonun içərisində nömrə olmadığına görə TikTok sosial şəbəkəsində qeydiyyatdan keçə bilmədi və açıq edərək telefonu özümə qaytardı. Mən də əsəbləşdiyim üçün telefonu sındırdım. Gecə saat 3-ə qədər Şahnazla mübahisə etdik deyə o əlavə edib. Ayxan qeyd edib ki, növbəti gün saat 12 radələrində evə ərzaq və özünə dərman almaq məqsədi ilə Sabunçu bazarına gedib. Qaynanam zəng edərək Şahnazın və Aydanın Tovuza gələcəklərini dedi, nə məsələ olduğunu soruşdu. Mən evə çatanda artıq Şahnazın, Aydanın və övladlarımın evdə olmadığını gördüm. Aydana zəng edərək harada olması ilə maraqlandım. Şahnazın könüllü onunla birlikdə Tovuza getmək istədiyini dedi.
Sonra telefonu arvadıma verdi. O artıq mənimlə yaşamaq istəmədiyini, hər şeyə qarışmaqdan da bezdiyini, ona görə Tovuza gedəcəyini dedi. Onların arxasınca Tovuza yola düşdüm. Şahnaz mənimlə gəlmək istəmədiyi üçün növbəti gün Bakı şəhərinə qayıtdım. Şahnaz və uşaqlar isə rayonda qaldı, deyə Ayxan ifadəsində göstərib. Ayxanın ifadəsinə görə 2024-cü ilin fevralın 25-nə kimi Şahnaz və uşaqları Tovuzda qalıb. Ailə üzvləri ona irad tutdu, yenidən Bakı şəhərinə göndərdilər ki, ailəmiz dağılmasın. Şahnaz gəlməmişdən əvvəl mən mobil telefon nömrəsini aktiv etdim, WhatsApp tətbiqi yüklədim. Şahnazın 8 kişi ilə yazışmalarını tapdım. Yazışmalardan birində bir kişinin Şahnazdan müxtəlif vaxtlarda pul tələb etdiyini, bəzi mesajlarda isə sevgi, məhəbbət məzmunlu söhbətlər edildiyini gördüm. Şahnazın ümumilikdə 16 kişi ilə danışdığını aşkarladım. Məlum oldu ki, hətta bir kişi ilə yaşadığı evdə görüşüb. Şahnaz hər şeyi bacısı Aydanın təşkil etdiyini, onu pis yola çəkdiyini, ağlını başından aldığını dedi. Aydanla əlaqəni kəsəcəyi, bir daha belə səhv təkrarlamayacağı halda onu bağışlayacağımı bildirdim. O da razılaşdı. Ayxan deyib ki, təxminən bir həftə sonra mobil telefona baxanda Şahnazın WhatsAppda bir kişi ilə yazışdığını görüb. Bildirdi ki, daha onu narahat etməməsini yazıb, bu dəfə də onu bağışladım, deyə o ifadəsində göstərib. Ayxanın bildirdiyinə görə aprelin 15-də Şahnaza mobil telefon və nömrə alıb. Bir neçə gün sonra Şahnaz hansısa oğlanla yazdığı "Xahiş edirəm aprelin 29-da rayona getmə" məzmunlu mesajı yanlışlıqla mənə göndərdi. Telefona baxanda zəng bölməsində yad nömrə aşkar etdim. Dərhal həmin nömrəyə zəng edərək kim olduğunu soruşdum. Cavab verən şəxs əvvəlcə Kürdəmir rayonundan İlqar adlı şəxs olduğunu, yanlışlıqla zəng etdiyini bildirsə də, nömrəsinin Get Kontakt proqramı vasitəsilə yoxlayanda adının İlqar yox, Əmrah olduğu, İmişli rayonunda hüquq mühafizə orqanlarında çalışdığını aydınlaşdı. O nömrəni səhv yığdığını, aralarında heç bir şey baş vermədiyini dedi. Bu barədə Şahnazdan soruşanda Əmrahın nömrəni Snapchat sosial şəbəkəsindən əldə etdiyini və bir müddət danışdıqlarını etiraf etdi. Bu dəfə də bağışlanmasını xahiş etdi. Gözümün önünə azyaşlı övladlarımı gətirdim, onların xatirinə Şahnazı bağışladım, deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. Təqsirləndirilən şəxs deyib ki, aprelin 28-də gecə saat təxminən 3 radələrində yaşadığı evdə Şahnazın əlində mobil telefon oynadığını görüb. Ondan gecə vaxtı telefonla nə etdiyini soruşdum. Yuxusu gəlmədiyini, TikTokda videolara baxdığını bildirdi. Telefonu əlindən alıb yoxlamağa başladım. Əvvəllər Lalə sinif adı ilə qeyd etdiyi nömrəni yadımda saxladığım üçün telefonda yığan zaman bu dəfə nömrənin Fəqan Menecer adlı ilə qeyd etdiyini gördüm. Şahnaz yenə yalvar yaxarla onu bağışlamağımı, bir daha belə halın təkrarlanmayacağını dedi. Bu dəfə də onu bağışladım, deyə o ifadəsinə əlavə edib. Təqsirləndirilən şəxs bildirib ki, növbəti gün yaşadığı evdə təmir işləri apardığı üçün saat 12 radələrində Sabunçu bazarına tikinti ləvazimatları almağa gedib. Evdən təxminən 100 metr uzaqlaşdıqdan sonra qulaqçılığımı götürmək üçün geri qayıtdım. Şahnazın yataq otağında qabağındakı pilləkəndə kiminləsə görüntülü danışdığını gördüm. Məni görən kimi dərhal danışığı dayandırdı. Lakin yazışmaları və danışığı silməyə imkan vermədən telefonu əlindən aldım. Həmin adama görüntülü zəng etdim. Telefona cavab verən şəxs "Hay can" deyərək cavab gözlədi. Sonra dərhal telefonu söndürdü. Şahnazın nömrəsinin qadağan olunmuşların siyahısına əlavə etdi.
telefon Şahnazın başına vurdum, sinəsindən itələyərək yataq otağına saldım. Stolun üstündəki mətbəx bıçağını götürdüm və onu öldürəcəyimi dedim. Lakin öldürməyə ürəyim gəlmədi. Əsəbi olduğum üçün əlimdə saxladığım bıçağın dəstəyi ilə təpə nahiyəsindən vurdum, deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxsin sözlərinə görə növbəti günlərin birində yaşadığı evə gələndə Şahnazın mobil telefonunu yoxlayıb. Şahnazın bacısı Aydan və sevgili münasibətində olduğu Sadiqlə görüntülü qrup danışıqları olduğunu aşkar etdi. Bu barədə soruşduqda Şahnaz danışığı Aydanın təşkil etdiyini dedi. Sonraki gün işdə olduğum zaman dəfələrlə Şahnaza WhatsApp'da mesaj yazdım, lakin o şəbəkədə olmasına baxmayaraq mesajlaşlarıma gec cavab verdi. Evə gələndə soruşanda o telefonun uşaqların əlində olduğunu, fikir vermədiyini bildirdi, deyə ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, mayın 5-də Şahnaza başqa şəxslə intim söhbət edərkən tutduğu üçün öldürmək qərarına gəlib. Biz mübahisə edəndə yanımızda heç kəs yox idi. Uşaqlar yataq otağında bir telefonla oynayırdı. Digəri isə televizora baxırdı. Onun başqa şəxslə intim söhbətlər etməsi, görüşməsi, daha sonra isə mənə qarşı nalayiq ifadələr işlətməsi məni özümdən çıxardı, deyə o ifadəsinə belə yekun vurub. Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb, Ayxan 10 il 6 ay azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. O, təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 122-ci qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə maddəsinə tövsif olunmasını və ona həmin maddənin sanksiyası hüdudlarında daha yüngül cəza təyin olunmasını xahiş edib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb, bu qərardan Ali Məhkəməyə kassasiya şikayəti verilsə də, həmin şikayət də rədd edilib.